Bugünkü yeməyimiz nə olacaq? Bugünkü yeməyimiz sacda Pekin ördəyi olacaq oğlum. Bu yeməyi pişirmək üçün bizə lazım olan ərzaqlar: körpə Pekin ördəyi, şabalıd, turşu, qırmızı soğan, slavyanka yağı. Bir balacada çiçək toxumu əlavə edəcəyik. Videonu çəkib bitirdikdən sonra isə görürəm atanın mikrofonu işləmir deyə səsi düşməyib. Ona görə səsləndirmə özüm edirəm. İlk növbədə slavyanka yağını atırıq sacın içərisinə. Bu şəkildə ərdikdən sonra üzərinə ördəyimizi gördüyünüz kimi düzürük. Ördəyi düzüb qurtarandan sonra isə üzərinə duz əlavə edirik. 15-20 dəqiqə ərzində ördək gördüyünüz kimi qızarır və üzərinə qırmızı soğandan ağ soğanı da əlavə edirik. Soğan təmiz bişdikdən sonra isə şabalıd və turşusunu da əlavə edirik. 10 dəqiqədə belə qalır içərisində. 10 dəqiqədən sonra isə servisə hazırdır. Belə işlər ancaq atan yanında, durun gəlin atan yanı bu yeməklərdən ötürü.